Şəhid Həsənov Cavidin atası çox hörmətli Mikail müəllimə söz verir. Mən Həsənov Cavidin evladım çox gözəl insan oldu. Allah Teala bütün şəhidlərimizə, qazilərimizə can sağlığına. Ucadan danışır, sizin səsiz vaxtlara gəlir. Şəhidlərimizə Allah rəhmət etsin. Mən özüm də birinci Qarabağın qazisiyəm. Füzuli donasında döyüşlər olmuşam. Hətta Rəhmanlı şəhidliyə və yaralanmışam. Allah şəhidlərimizə rəhmət etsin. Allah Teala bir də belə fəaliyyəni bizim adamıza yesinlər. Allah Teala Azərbaycan sağlığı həmişə möhkəm olsun, güclü olsun ki, biz tərəfə baxmasın. İndi də səngəllərdən, Azərbaycanın əskərlərimiz var. Allah Teala onların qollarına bir qüvvət versin. Nə deyim, Allah prezidentimizi də sağ olsun. Sağ olun, ben başka seninle gidiyorum. Mən xahiş edəcəm ki, o Maylana'dan bu hədiyəni şəhid atasına, şəhidlər haqqında ən çox yazan müəlliflərdən biri o təqdim eləsin. Buyurun, Qurban.